Deməli, çitать, proçitать və перечитать fərqi nədədir? Çitать və proçitать bitmiş, bitməmiş zaman. Çitать daimi, proçitать bitmiş zamanı. Məsəl üçün, я читаю книгу. Mən kitab oxuyuram. Я прочел və yaxud прочла книгу. Mən kitabı oxudum. Bəs yaxşı, перечитать nədir? Bir sir açım sizin üçün. Əgər fe'lin 90%-də, hətta daha çox faizində ön şəkilçi peri görürsünüzsə, deməli həmin hərəkət təzədən etməyi göstərir. Yəni, перечитать təzədən oxumağı göstərir. Məsələn, təzədən oxu, başa düşəcəksən. Перечитай, pоймешь. Növbəti videolarda bu fe'li gəlin keçmiş, indiki, gələcək zamanında hallandıraq ki, sizin üçün də rahat olsun. İmkanın yoxdur, amma həvəsin varsa, mütləq ikinci kitabımı əldə edin. Elektron variantdadır. Sadəcə bir şey lazımdır, o da tənbəlliyini at və gözəl nəticəni görəcəksin. Çünki danışıq dərslərimin hamısı həmən kitaba əsaslanaraq keçirəm.